Demək dostlar, kərə yağı almışıq, başqa adamlardan almışam. Hamısı da deyibdi ki, təmiz yağdır. Nurayni Xuraman Şuşalı satılan yağlardan şikayətlənib. Sənətçi bazarda kərə yağı aldığını bildirib. O əlavə edib ki, yağ margarin çıxıb. Fərqli insanlardan kərə yağı almışam. Hamısı deyir ki, təmizdir. Arxayın olun. Amma təəssüf ki, təmiz deyil. Cəmi bir kərə yağı oldu. Ayıb olsun, kərə yağı adı ilə satmısınız. Satanlara Allah insaf versin. 5 manat bahasına satın, amma təmiz olsun. Margarin yağı xərçəng yaradır. İnsanlara ziyan vurursunuz. Heç kimin ahı heç kimdə qalmır deyə o bildirib. Sevindi Akifoğlu, Samir Əliyev, Bugün TV. Demək dostlar, kərə yağı almışıq, başqa adamlardan almışam. Hamısı da deyibdi ki, təmiz yağdır. Arxayın ola bilərsən Ay Xuraman xanım. Mən də dedim ki, son vaxtlar trenddə də ekspertiz edirik ki, görək təmiz yağdır yoxsa yox. Mən də evdəydim, ekspertiz elədim. Maalesef yağımızdan bir kərə yağı çıxdı. Təmiz kərə yağı bax budur. Gördüyünüz kimi isti suda qarışdırırıq və südün rəngi çıxır, üzə çıxır. Baxın, gördüyünüz kimi. Bu kərə yağı. Bu isə kərə yağı ilə satılmış qatıqlı yağdır. Yəni kərə biraz qatırlar, biraz eləyirlər. Amma ayıb olsun. Kərə adından satmışsınız mənə. Bu birisi isə tam üzdə qalan isə margarin yağıdır. Yəni Allah hamımıza kömək olsun. Margarin yağlarından uzaq olaq və satanlara da Allah insaf versin. Çünki zaten baha satırsınız təmiz kərə yağını. Ona görə 1 manatda, 2 manatda, 5 manatda baha satın, amma təmiz satın. Çünki qarışıq margarin yağları, palma yağları bədəndən çıxmır. Sonra Allah iraq eləsin, onkoloji xəstəliklər yaranır. İnsanlara ziyan vurursunuz. Və bunun nəticəsi də sizlərə də təsir edir. Çünki heç kəsin ahı heç kəsdə qalmır. Yəni onu təmiz edin, təmiz yeyək, sağlam olaq. Siz də sağlam olun, siz də qarğış almayın, nalə almayın. Ona görə siz də evdə ekspertiz edin, görün sizdə nə fərq oldu. Mən artıq indən belə bilirəm ki, bax bu aldığım qardaşdan alacağım. Baha alacağım, amma bundan alacağım. İnşallah bu da qatmazlar. Belə, yəni belə.